Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Yeni bir mənzilim çıxdı Şuşa Xırdalan şəhərində, Xırdalanın tam mərkəzində, Təzəbazar ətrafında qonaq otağının təqdimata başladıq. 12 mərtəbəli yaşayışlı binadır, yeni tikili. Mənzilimiz 7-ci mərtəbədə yerləşir. Qonaq otağının əks tərəfini çəkib sizlərə təqdim edeyim. 2 otaqdan 3 otağa düzəlmə bir mənzildir. Ümumi sahə 86 kvadratda. Mənzil həm əşyalı və əşyasız satılır. Kubçəldədir, dövlət ipotekasından yararlı mənzildir. Əşya və əşyasız arasında 4000 qiymət fərqi var. Giriş qapımızdır, geniş bir dəhlizə malikdir. Buradan qanuni mətbəx edir. Mətbəx mebeli qurulu şəkildədir. Alıb yaşamaq da, kirayə vermək də çox əlverişli bir təklifdir. Mətbəxdən eyvana çıxış var. Kombi aparatı eyvanda yerləşir. Mənzildə istili sistemi kombidir. Və burada uşaq otağıdır. Özünün müstəqil pəncərəsi var. Gördüyünüz yataq dəstləri qala bilər. Əşyalı və əşyasız arasında 4000 qiymət fərqi var. Qiymət aslan bölməsində qeyd edirik. 2 ayrı sanitar qovşaqları mövcuddur. Bura mənzilimizin ayaq yolusudur. Bütün aksesuarlar qurulu şəkildədir. Bura isə hamam otağıdır. Mənzil yeni təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayıb. Bura isə böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Gördüyünüz kimi yataq dəstəyi rahatlıqla yerləşib. 2 otaqdan 3 otağa düzəlib, ümumi sahə 86 kvadrat. Ətraflı mənzil haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlayın, kanalımıza abunə olmağı unutmayın, videonu bəyən, rəylərinizi yazın, satışda mənzil mülkünüz varsa bizlərə müraciət edin, satışdan qısa bir müddətdə yardımcı olaq. Bugünlük bu qədər, sağ olun, yeni çəkilişlərdə görüşənə qədər.